Salam dəyərli izləyicilər və əziz məktəblilər. Bugün mən sizə vurğu barəsində danışmaq istəyirəm. Vurğu abituriyentlərə və şagirdlərə çətin gələn mövzulardan biridir. Deməli, vurğunu sözdə tapmağın bir neçə üsulu vardır. Birinci üsul şəkilçiləri daha rahat əzbər bilmək, yəni vurğu qəbul etməyən şəkilçiləri bilmək, hansı ki, vurğunu qəbul etmir. İkincisi isə sözü daha çox aqressiya ilə deməklə, aqressiya və həmçinin üçüncüsü isə daha çox qüvvətli tələffüz etməklə. Bu üç nüansdan istifadə edən abituriyent mütləqdir ki, sözdə vurğunu tapacaq. Şəkilçiləri bilməklə, sözü aqressiya ilə tələffüz etməklə, həmçinin də qüvvətli tələffüzlə. Vurğunu tapa bilməzsiniz heca üsulu ilə, yəni sözü hecalara bölməklə, uzatma üsulu ilə də vurğunu tapmaq, həmçinin də fasilə üsulu ilə vurğunu tapmaq mümkün deyil. Bu üç qaydanı dəqiq bilsəniz və həmçinin bunları bilsəz, sizə başqa bir qaydaları öyrənməyə ehtiyac yoxdur. İndi danışaq biz M, P, R, S samitlərinin işlənmə qaydalarından. Hansı ki, M, P, R, S samitləri ən çox işlənir nə zaman? Sifətin çoxaltma dərəcəsində. Sifətin çoxaltma dərəcəsində biz bu samitlərdən istifadə edirik. Baxın, bu samitlər işlənən sözlərdə vurğu düşəcək ilk hecanın üzərinə. Məsələn, mən deyirəm qapqara. Qapqara. Qapqara sözünə görürsüz P var, P samiti var. Buradakı hansı ki P. Ondan əvvələ düşəcək deyirəmsə, birinci A-nın üzərində vurğu olmuş olacaq. Və yaxud da deyirəm ki, bombos. Bombos sözündə də əgər mən M-dan əvvələ düşür deyirəmsə, deməli ilk hecada burada vurğu olmuş olacaq. Biz demişik ki, vurğusu son hecəyə düşən sözlər alınma sözlərdir, milli sözlər deyil və dilimizdə də kifayət qədər alınma sözlər mövcuddur ki, onların hər birində vurğu son hecəyə düşür. Məsələn, deyirəm defis sözü. Defis sözü adətən şagirdləri çaşdırır, burada e-nin üzərinə vurğunu atırlar. Burada yadınızda qalsın ki, i-nin üzərində vurğu olmuş olacaq. Və yaxud da deyirəm ki, katib sözü. Katib sözündə də vurğu birdə yox, ikinci i-nin üzərində olmuş olacaq. Həmçinin esse sözündə vurğu sondadır. Və yaxud da relyef sözünü desəm, relyef sözündə bəzən e-nin üzərində deyirlər vurğunu, amma qayda üzrə burada ikinci e-nin üzərində vurğu olmuş olacaq. Eyni sözün təkrarına yaranan mürəkkəb sözlərdə də vurğular ayrı-ayrılıqda sözlərin üzərində olmuş olar. Məsələn, mən desəm ki, asta-asta, asta-asta sözündə hər ikisində vurğu var. Yəni, birincidə də ikinci A-nın üzərində vurğu var, ikinci sözdə də ikinci A-nın üzərində vurğu olmuş olacaq. Daha sonra yadınızda qalsın ki, əgər bir sözdə vurğu son hecadadırsa, mən o sözə şəkilçilər artırsam belə, yenə də vurğu şəkilçilər özə yerini dəyişəcək. Məsələn, mən deyirəm ki, termosfer. Termosfer sözündə vurğu son hecadadır. Və mən buna desəm ki, termosferdəki, burada dəkinin üzərində olmuş olacaq və yaxud da lər desəm, lərin üzərinə vurğu keçmiş olacaq. Yəni, vurğular yerini dəyişəcəklər. Amma mən desəm ki, məsələn, kosmos sözündə vurğu birinci hecadadır və mən buna desəm belə kosmosdakı burada vurğu olmayacaq. Kosmosdakılar da desəm yenə də vurğu onun üzərində olmuş olacaq. Sizə danışım vurğu qəbul etməyən müəyyən şəkilçilərimizdən, daha çox məşhur şəkilçilərimizdən. Məsələn, vurğu qəbul etməyən şəkilçilərimizdən biri fe'li bağlamanın şəkilçiləridir. Fe'li bağlama. Fe'li bağlamanın hansı şəkilçiləri var? Madan mədəndir, hansı ki vurğu qəbul eləmir. Araq ərək var ki, bu da vurğu qəbul etmir. Daha sonra ınca incə uncu öncə şəkilçisimiz var ki, bu da vurğunu qəbul etmir. Arkan ərkən və yaxud da dıqca diqcə duqca düqcə, dıqca diqcə duqca düqcədə də bunlar vurğu qəbul etməyən şəkilçilərimizdir. İsimlərə artırılan xəbərli şəxs şəkilçiləri var ki, onlar vurğu qəbul etmir. Məsələn, deyirəm ki, atayam. Atayam sözündə vurğu son xəbərli şəxs şəkilçisi qəbul etmirsə, düşəcək ikinci A-nın üzərinə. Yəni, bu qəbul eləmirsə, özündən bir dənə əvvəlki hecanın üzərinə vurğusunu atacaq. Və yaxud da deyirəm ki, şagirdsiniz. Şagirdsiniz sözündə burada siniz qəbul eləmir və özündən bir dənə əvvələ vurğusunu atmış olur. Və yaxud da isim düzəldən hansı ki, cil şəkilçimiz var ki, o da vurğunu qəbul etmir. Baxaq indi ona cil şəkilçisi. Məsələn, deyirəm ki, bibimcil. Bibimcil sözündə cil vurğunu qəbul etmir və özündən əvvələ vurğusunu atmış olur. Və yaxud da soyad əmələ gətirən şəkilçilər var ki, məsələn, ov, ova, sonra yev, yeva sözlərimiz. Məsələn, Abuşova,
Nəcəfova, Nəcəfov, Əsədov, Əliyev və s. kimi bu kimi sözlərdə hər birində bunlar vurğunu qəbul etməyəcək. Daha sonra idi, imiş, isə hissəcikləri var ki, onlar da vurğunu qəbul etmirlər. Özlərindən bir dənə əvvəlki hecaya öz vurğularını atmış olurlar. Məsələn, deyirəm ki, yaza idi və yaxud da deyirəm ki, getmiş idi, getmişdi, gedərdi. Bu kimi sözlərdə məsələn, gedərdi deyirəm. Gedərdi sözündəki d vurğusunu qəbul etməyəcək və özündən əvvəlki ar-yarın üzərinə vurğusunu atmış olacaq. Və yadınızda qalsın, 2 dənə zaman şəkilçisi yanlışı gələ bilməz. Onlardan əvvəldə olan zaman şəkilçisi hesab olunmuş olur. Daha sonra məsələn deyirəm ki, getmişdi. Getmişdi sözündə həm mış, həm də di hər ikisi zaman şəkilçisi ola bilməz ki. Deməli bunun ikincisi idi, birincisi isə zaman olacaq. İdinin vurğunu qəbul etmədiyi üçün mişin üzərində vurğusu olmuş olacaq. Sonra zərf düzəldən şəkilçilərimiz var ki, bunlar da vurğu qəbul etmir. Bunlardan biri lalədir, biri casına şəkilçisidir. Daha sonra ən şəkilçisi var ki, bu da vurğunu qəbul etmir. Məsələn, laləyə aiddən deyə bilərik hünərlə, cəsarətlə. Hünərlə sözündə nərin üzərində vurğu olmuş olacaq. Yəni lalə vurğu qəbul etməyəcək. Casına deyə bilərəm, igidcəsinə, qəhrəmancasına, igidcəsinə vuruşurdu. Casına vurğunu qəbul etmir və ikinci i-nin üzərində vurğu olmuş olur. Var məsələn, zərf düzəldən ən şəkilçisi. Burada artıq fərqlidir. Necə olacaq? Yazıram qəflət sözü. Qəflət sözündə vurğu ikinci ə-nin üzərindədir. Baxın burada. Mən buna qəflətən desəm, artıq vurğu yerini dəyişəcək. Baxın, qəflətən sözündə, qəflətən deyəndə belə görəcəksiniz ki, həqiqətən də vurğu birinci hecanın üzərinə keçmiş olur. Daha sonra danışa bilərik cacə qoşmasından, hansı ki, cacə qoşması da vurğunu qəbul etmir. Mən deyirəm, məncə, səncə, bizcə, araz boyunca, məncə, səncə. Bunlar hər biri cacə qoşmasıdır və cə vurğu qəbul etmir. Mənin üzərində vurğusu olmuş olur. Daha sonra fikrin mənbəyini bildirən modal sözlərdəki cacə də elə bununla qarışdırmayın. O da vurğunu qəbul etməyəcək. Məncə, bizcə, sizcə bunların hər birində vurğu qəbul etmir. Daha sonra var məsələn deyə bilərəm mami-mumu ədatı var ki, mami-mumu ədatı. Bu da sual ədatıdır və bu da vurğu qəbul etmir. Məsələn deyirəm ki, qalacaqmı? Qalacaqmı? Qalacaqmı sözünə mami-mumu vurğunu qəbul eləmir və özündən bir dənə əvvəlki hecaya vurğunu atmış olur. Belə vurğudan bu qədər. İndi isə öyrəndiklərimizi testlər üzərində tətbiq edək. Mən bildiyiniz kimi bütün testləri Dimin test toplusundan baxıram. Bu sizə daha çox uyğundur ona görə. 7-ci sualda deyir ki, vurğu hansı sözdə vurğu birinci hecaya düşmür? Baxaq. Gülmədi. Burada vurğu 1-dədir, ona görə ana atıram. Lisenziya sözündə, məsələn, coğrafiya sözündə ia vurğunu qəbul etmir və özündən bir dənə əvvəlki hecanın üzərinə vurğusunu atmış olur. Ona görə də burada e-nin üzərində vurğu olmuş olacaq. Cavab B variantıdır. Bizdən sözdə birinci hecaya düşməməsini istəyir. C variantına baxaq. Bilmirəm. Görürsünüz, burada B, I, L daha qüvvətli deyilir və ona görə də vurğu C variantında birinci hecanın üzərindədir. C getdi. Qəflətən. Demişdim bayaqları an, əndi və vurğu 1-də olacaq. D getdi. Büsbütün sözündə də həmçinin bayaq sizə dedim M, P, R, S samitləri barədə bu zaman vurğu birinci hecada olmuş olurdu. Cavab B variantı. Sözlərdən birinin vurğusu düzgün göstərilməmişdir deyir. Galaktika. Burada həqiqətən vurğu 2-dədir. Ona görə A gedir. Combine sözündə. Combine baxın. Ona görə burada A-nın üzərində olduğu üçün düzgündür. Y gedir. B gedir. Təcili sözündə təcili qalsın. Yassalar sözündə larlərin üzərində də vurğu D gedir. Pasport sözündə də həmçinin düzgün göstərilmişdir. Təcili sözündə isə siz çaşdıracaq olan məqamlardan biri nədir? Təcili sözündə uşaqların daha çox təcili sözünü götürməyinə səbəb ondan ibarətdir ki, burada uzatmaya inanırlar və uzatma olan sözlərdə vurğu qəbul etmir. Deməli, sizə bununla bağlı bir dənə qaydanı deməmişəm. Saytlar uzun tələffüz olunarkən vurğu qəbul etmirlər. İstisna amma bəzi 8 dənə sözümüz var ki, onlar bizim istisnalarımızda, hansı ki, bəzi sözüdür. Daha sonra bəzən sözü var. Daha sonra lakin var. Sonra var. Bunların hər birini yazın. Daha sonra bəli var. Daim. Daima. Sonra yəni. Baxaq. Gördüyünüz kimi burada 8 dənə sözümüz var ki, bəzidir, bəzən, lakin, sonra, bəli, daim, yəni, daima.
Bunların hər biri dedim ki, saitlər uzun tələffüz olunarkən vurğu qəbul etmirlər, amma istisna bu sözlərimizdir ki, bunlarda uzun saitin üzərindədir vurğumuz. Yəni sonra sözü olsun, lakin sözündə A-nın üzərindədir, bəzi sözündə Ə-nin üzərindədir. Bunlar sizin yadınızdan çıxmasın. İndi keçək sualımıza. Sualda təcili sözü var. Təcili sözü uzun tələffüz oluna bilər. Amma bunu siz çaşıb Ə-nin üzərinə vurğunu atıb cavab kimi götürə bilməzsiniz. Yəni burada elə səhvimiz təcili sözündədir. Nəyə görə? Təcili sözündə vurğu ən sonuncu hecada olacaq. Ə vurğunu qəbul etmir və biz ümumiyyətlə təcili sözün qüvvətlə dediyimizdə görürük ki, vurğu son hecadadır. Ona görə elə bizim cavabımız C variantı olacaq. Vurğusu son hecaya düşməyən sözləri istəyir bizdən. Baxaq A variantına. Leksika sözündə L-nin üzərində vurğu olmuş olacaq. Təkrir sözündə isə ikinci hecada, ona görə bizdən vurğusuz son hecaya düşməyən istədiyi üçün A variantı gedir. Vegetasiya burada düzgündür. Realizm sözündə isə i-nin üzərində vurğu var deyə son hecaya düşdüyü üçün B gedir. Daha sonra burada relyef sözünü görürsünüz. Relyef sözündə mən demişdim vurğu son hecadadır, ona görə C variantı gedir. Flora. Flora görürsünüz, onun üzərindədir. Funksiya. Onun üzərindədir. Ellipsis E-nin üzərində olduğu üçün son hecaya düşmədiyi üçün cavab olacaq D variantı. 17-ci suala baxaq. Deyir, sətirdən sətrə keçirmək üçün hecalara düzgün bölünməmiş sözləri müəyyən edin. Mən demişəm ki, sözün sətirdən sətrə keçirmək barədə danışdığımda demişdim ki, bədii söz olsun, ana söz olsun, bu kimi sözləri biz hecaya bölə bilməyimiz onları o şəkildə sətirdən sətrə keçirə biləcəyimiz mənasına gəlmir. Ona görə burada cavab 1 və 4 olacaq. Elə C variantı olacaq. Vurğusu birinci sözün üzərinə düşən mürəkkəb sözləri müəyyən edin. Birinci sözə düşsün. Ağacdələn sözündə Ə-nin üzərində olduğu üçün A variantı getdi. Ot biçən sözündə yenə də Ə-nin üzərindədir. Ona görə B getdi. Ağdaş sözündə A-nın üzərindədir. Ağdam sözündə yenə də A-nın üzərindədir vurğu. Dünya görüşü sözündə də Ü-nün üzərindədir. Həmçinin qızılgül deyəndə də birinci I-nın üzərində vurğunun olduğunu görmüş oluruq. Cavab olacaq C variantı. Hansı nümunədə fərqləndirilmiş sözlərdə vurğu birinci hecaya düşür, onu soruşur. Yadınızda qalsın ki, vurğu birinci hecaya o zaman da düşür ki, orada xitab işlənsin. Baxın, Vaqif, öyünmə ki, kamalımız var. Burada Vaqifə xitab olunub deyə birinci A-nın üzərində vurğu olmuş olacaq. Ona görə mən biri götürə bilirəm. Biri götürə bilirəmsə B gedir, Y gedir, həmçinin C variantı gedir. Epiqraf bədii əsərin əvvəlində verilir. Epiqraf sözündə ikinci i-nin üzərində vurğu olduğu üçün 2-ni götürə bilmirəm. 2 gedirsə D də gedir. Vahid, sorma vətən nədən yaxşıdır? Burada yenə də Vahidə xitab olunub və 3-ü götürə bilərəm. Yəni burada birinci hecaya düşür. Ona görə 1-3 götürülür. Vaqif əsərin baş qəhrəmanıdır. Burada xitab deyil və i-nin üzərində vurğu olmuş olacaq. Ədəbiyyatşünaslıqda dastana eposda deyilir. Görürsünüz, e-ni daha qüvvətlə deyirəm. Ona görə də 1, 3, 5 bizim cavabımız olacaq A variantı. Bu qədər uşaqlar. Dərslərim sizə faydalıdırsa, kanalıma abunə olub mənə dəstək olmağı unutmayın.